Salam uşaqlar. Bugün mən sizə kimyanın ikili anlayışlarının ətraflı yazı tələb olunan cavabları, deməli tapşırıqlarını işləyəcəm. Onların izahını verəcəm. Belə ki, uşaqlar, bu dərs keçməzdən əvvəlcəsində bir məlumata bölüşüm. Deməli, bizim sınaq qruplarımız var ki, bu sınaq qruplarımıza 9-cu, 10-cu, 11-ci siniflərdə daxil olmaqla qoşula bilər. Və bu sınaq qrupunun özünün hazırladığı sınaqlar, müəyyən vəsaitlərdən götürə biləcəyim testlər, yəni seçilmiş testlər, qəbulların izahını verə biləcəyim bir sınaq qrupudur. Həftədə 3 dəfə olmaqla mən sınaq sizə verəcəm. Siz onu müəyyən bir vaxt içərisində işləyəcəksiniz. Sonra bir yerdə yoxlayacağıq və qalibləri müəyyənləşdirəcəyik. Və eyni zamanda qalibləri müəyyənləşdirməklə yanaşı, həm də bizim orada səhv, yəni ki, bilmədiyimiz suallar ola bilər. Yəni siz uşaqlarında həmin o sualların izahlarındakı mən, yəni video dərsi alacağım, qayda alacağım və yönləndirəcəm qrupa. Belə ki, qoşulmaq istəyənlər 051 595 69 64 nömrəsi ilə əlaqə saxlaya bilərlər. İndi gəlin baxaq, deməli, birinci suala. Birinci sualımızda nə deyir? Birinci suala baxaq. Deyir ki, 10 qram alüminiumun üzərinə 16 qram kükürt əlavə edilib. Deməli, alüminiumun üzərinə kükürt əlavə edildikdə alınır alüminium 2S3. Reaksiyan tənliyi yazdım. Sonra nə eləməliyəm? Əmsallaşdırmalıyam. Bura 3 yazıram, burada 2 yazıram. Deyir 10 qram alüminium. Yazıram alüminium yuxarı hissəsini 10 qram. 16 qram da kükürt. Kükürdün yuxarı hissəsini yazıram 16 qram. Deyir qızdırıldıqda maddələrdən biri tam sərf olunur. Reaksiyadan sonra artıq qalan maddənin kütləsini qramla birinci bunu soruşur və reaksiya məhsulunun kütləsini qramla ikincini də belə soruşur. Biz bilirik ki, uşaqlar, deməli, qramın altına biz nə yazırıq? Ml yazırıq. Buraya yazıram ki, 2 vurulsun 27. Buraya yazıram 3 vurulsun 32. İndi bizdən məhsulumuz alüminium 2S3-dür. Bundan nə qədər alındığı bilirəmmi? Xeyr. Yəni, yuxarıya yazıram x qram. Aşağısında da həmin bu alüminium 2S3-ün deməli, ml-in yazacağım. Bu da eləyir 150 qram. Və mən bilirəm ki, biz nüyünü tapmaqla tənasibi qurmalıyıq. Nüyü 1 bərabərdir 10-u 2 vurulsun 27-yə bölürəm və 16-nı da ki 3 vurulsun 32-yə bölürəm və qiymətləri hesablayıram. Görəcəm ki, kükürt nüyüsü azdır və mən kükürdə əsasən kükürdün nüyüsü az o demək ki, yəni kükürt reaksiya tam daxil olub. Ondan heç bir şey artıq qalmayıb. Biz bilirik ki, nüyüsü az olan reaksiya tam daxil olub deməkdir. Və mən bu kükürdə əsasən x-in qiymətini hesablaya bilərəm. X bərabərdir 16-nı vuraram 150-yə, bölərəm 3 vurulsun 32. Bu da eləyir 25. Deməli, 25 qram alüminium 2S3 maddəsi alınıb. Düzdürmü? Yəni, reaksiyada məhsulun kütləsi ikinci sualın cavabı 25-dir. Bu ikinci sualın cavabıdır. Yazıram, baxın, ikinci sualın cavabı 25. İndi birinci sualımızda. Birinci sualımızda bizə nə deyir? Deyir, reaksiyadan sonra artıq qalan maddənin kütləsi. Uşaqlar, mən dedim ki, nüyüsü az olan, yəni kükürtüdə bu reaksiya tam daxil olub. Yəni 16 qram başlanğıcda var idi. 16 qramda reaksiya tam girib. Yəni ondan heç bir şey artıq qalmayıb. Amma 10 qram alüminiumun başlanğıc kütləsidir. Onun nə qədər reaksiya daxil olduğunu bilmirəm. Bir yazıram ona, bir boşluq. Üzərinə gəlirəm 16 qram. Baxın, kükürdün yuxarı hissəsindəki 16 qram. Bərabər edirəm. X-in qiymətini necə tapdıq? 25. Bərabər edirəm 25 qram. Bu boşluğu tapırıq ki, 9 qram. Yəni, alüminiumun 10 qram başlanğıc verilib, onun 9 qramı reaksiya daxil olub. Bəs nə qədərə artıq qalıb? 10 qramdan çıxacaqsınız 9 qram. O da eləyəcək 1 qram. Deməli, bir də özətliyim. Nədir ki, uşaqlar? Birinci, şərtdə verilən mənə elementlər ki var, alüminium və kükürt deyir, düzdürmü? Həmin bu reaksiyanı yazıram. Alüminiumun kükürtünə reaksiyasını yazdım, alüminium 2S3 alındı. Birinci mənim qaydam buydu ki, reaksiyanın tənliyini yazmaq. İkinci qaydam da buydu ki, əmsallaşdırmaq. Alüminiumun əvvəlini 2 yazıram, kükürdün də əvvəlini 3 yazıram. Əmsallaşdırdım mı? Sonra üçüncü qaydam o idi ki, şərtdə verilənlər tənlikdə hər zaman yuxarı hissədə yazılır. Alüminiumun 10 qram olduğunu deyir, ona görə alüminium yuxarı hissəsinə 10 qram yazıram. Kükürdün də 16 qram olduğunu deyir, deməli kükürdün də yuxarı hissəsinə 16 qram yazıram. Və məndən məhsulun qiymətini soruşur. Məhsulda alüminium 2S3-dür, onun nə qədər qram olduğunu bilmirəm. Yazıram yuxarı hissəsini x qram. Aşağı hissələrinə isə əgər yuxarı hissə qram verilibsə, aşağı hissəyə mən onun ml-in yazacağam. Ona görə alüminium üçün yazıram 2 vurulsun 27, kükürt üçün yazıram 3 vurulsun 32, alüminium 2S3-ün də ml-i 150-dir. Və mən tənasibi qurmalıyım. Tənasibdəki nüyüsü az olanla həmişə tənasib qurulur. Nüyünü də tapmaqdan ötürü mən yuxarını aşağıya bölməliyəm. Alüminiumun nüyüsünü hesablayarkən alüminiumun yuxarıdakı qiymət 10 qramı böləcəm 2 vurulsun 27-yə.
Kükürt üçün isə 16-nı böləcəm 3 vurulsun 32 və nüyüsü az olan hesablayanda görəcəksiniz kükürdür. Kükürdün nüyüsü azsa mən tənasibi 10-dan həll edəcəm. Bu birinci qayda. Və kükürdün nüyüsü az o deməkdir ki, yəni kükürd 16 qram başlanğıcda şərtli deyək ki 16 qramdır. Başlanğıcda 16 qram kükürd veribsə, nüyüsü az olan o deməkdir ki, yəni 16 qram kükürdün 16 qramda reaksiya daxil olub o deməkdir. Yəni nüyüsü az olan o deməkdir ki, ondan heç bir şey artıq qalmıyor. 16 qram kükürd var idi, 16 qramda reaksiya daxil oldu, ondan artıq qalmadı. Deməli kükürddən artıq qalmadı. Və mən tənasibi yenə deyirəm, nüyüsü az olana görə, nüyüsü az olan dedim ki, yenə kükürddür də. Ona uyğun olaraq tənasibi həll edirəm və alıram 25 qram. Deməli, mənim məhsulum 25 qramdır. 25 qram deməli reaksiya məhsulunun kütləsidir. İndi mənə deyir ki, bir də artıq qalan maddənin kütləsi. Uşaqlar, mən dedim ki, kükürd tam reaksiya daxil olub. Onda artıq qalan hansı da alüminiumdur. İndi alüminiumdan nə qədər artıq qalıb onu tapmalıyam. 10 qram mənə alüminiumun əvvəldə qiymətini verib, başlanğıc olaraq verib kütləsini. İndi onun bəs nə qədər reaksiya daxil olduğunu bilmirəm. Ona görə yazdım bir boşluq. Üzərinə gəldim kükürdün yuxarı hissəsindəki 16 qramı bərabər elədim məhsulumun qiyməti. X-in qiyməti neçədir? 25. Bərabər eləyirəm 25. Tapdım ki, 9 qram alüminium reaksiya daxil olub. Məndə isə 10 qram alüminium əvvəldə var idi. Onun 9 qramını əgər mən xərcləmişəmsə, belə deyim, loru dildə izahını verirəm. Xərcləmişəmsə, nə qədər artıq qalıb? 1 qramı. Deməli, birinci sualın doğru cavabı 1, ikinci sualda isə 25-dir. İndi gəlin baxalım biz ikinci suala. İkinci sualda nə deyir? Deyir, 3 valentli metalın oksidinin molar kütləsi X-dir. 3 valentli metal bilmirik hansı metaldır. Yazıram X, yuxarı hissəsində də yazıram 3. Onun oksidi. Yanına oksigen yazıram. Oksigen də valentli 2 qeyd edirəm. Oksidi olacaq çarpaz şəklində. 2 gələcək X-in ayağına, 3 isə gələcək oksigenin ayağına olacaq. X2O3. Deyir, bunun molar kütləsi, yəni MR deyir ki, neçədir? X-dir. Gəlin, onda biz belə yazaq da, buna bir yazaq A hərfi. Yəni, 2 dənə X olub biz çaşdırmasında. Buna deyək bir A maddəsi. A maddəsi deyək. Yəni, 2 vurulsun A, üstə gəlinsin 48 bərabərdir deyir. Nədir kütləsi? Deməli, X-dir. Yazıram X. Deyir, hidroksidin molar kütləsi də, deməli, A maddəsinin hidroksidinin molar kütləsi də Y verir. Hidroksid 3 valentlidirsə olacaq AOH3. İndi bunu deyir ki, molar kütləsi də neçədir? Y-dir. Yazacaqsınız ki, A üzərinə gəlinsin 51 bərabərdir Y-ə. Və deyir ki, uşaqlar, X çıxılsın Y 24-dür. X-iniz 2A üstə gəlinsin 48-dir, Y-dəki A üstə gəlinsin 51-dir. Yazırsınız ki, 2A üzərinə gəlinsin 48 çıxılsın. Deməli, A üzərinə gəlinsin 51 bərabərdir 24-də. Yazacaqsınız 2A üstə gəlsin 48 çıxılsın A çıxılsın 51 bərabərdir 24-də. 2A-dan A çıxdınız oldu A. Deməli, çıxılsın 3 bərabərdir 24-də. A-nın qiymətini tapdınız ki, 27. Deməli, sizin bu A maddənizin nisbi atom kütləsi neçə oldu? 27 oldu. Bizə deyir ki, X və Y-i müəyyən edin. X olacaq 2 vurulsun 27, üzərinə gəlsin 48. Yəni 54-ün üzərinə 48 gələndə olacaq 102. Deməli, X-in qiyməti oldu 102. Y üçün də 27-nin üzərinə 51 gələcəksiniz, neçə eləyəcək? Bu da olacaq 78. 78. Deməli, 78 oldu Y. X-in qiymətini soruşur birincidə 102, ikincidə də Y-in qiymətini soruşur 78. Gəlin baxağın indi 3-cü suala. 3-cü sualda deyir ki, maddə verib kufrum XO4 maddəsidir. Burada deyir oksigenin kütlə payı 40-dır. Molar kütləsi də ki, A-dır. X-in kütlə payı da B-dir. Deyir, A və B-ni müəyyən edin. Uşaqlar, kuprum XO4 düzdürmü? Burada oksigenin kütlə payı deyir 40%. Omega oksigen 40%. Yazırsınız ki, oksigen üçün 40% bərabərdir. Oksigenin A yeri nə qədərdir? 16. 16-nı vurursunuz oksigenin sayına 4-ə, bölürsünüz MR-ə. 64 üstə gəlinsin, 64 üzərinə gəlinsin, X vurulsun 100%. Belə yazırsınız. İndi yazacaqsınız 64 bölünsün 128 üzərinə gəlinsin X. Bərabər eləyəcəksiniz, deməli 40 bölünsün 100-ə. Burada ixtisarlarımız gedir olur 5-də 2 şəklində. Yəni 128 üzərinə gəlinsin X-i vuracaqsınız 2-yə. Bərabər eləyəcəksiniz 64 vurulsun 5 şəklində. Bu da olacaq qiymət şəklində neçə? 256 üzərinə gəlinsin 2X bərabərdir. 64-ü 5-ə vuranda neçə eləyir uşaqlar? Deməli, 320. 320-dən 256-nı çıxın, sonra bölün 2-yə. O da elədi X üçün 32. Deməli, X-in 32 qiymətini tapdım. Deməli, mənim X elementim kükürdür.
İndi deyir ki, bunun molar kütləsi A-dır. Molar kütlə yenə deyirəm, MR-dən eyni şeydir. Deməli, kufrum XO4-ün molar kütləsini tapanda necə tapacağıq? Yazırıq ki, 64 üzərinə gəlsin. Bildik ki, X 32-dir. Üzərinə gəlsin 32, üzərinə gəlsin yenə 64. Bu da olacaq 64, 64, 128 üzərinə gəlsin 32, 160. Deməli, A olur 160. Və B-nin qiymətində soruşur. B-nin də deyir ki, X-in kütlə payı, yəni kükürdün kütlə payı. Yazırsınız ki, omega kükürd bərabərdir və yaxud da omega X də yaza bilərsiniz. Onun ayrı 32-ni vurursunuz. Say nə qədərdir? Bir dənə. 1-ə bölürsünüz MR. MR də 160 tapdıq. Böləcəksiniz 160-a vurursunuz 100%. Bu da neçə eləyəcək? Deməli, 20 edir də. 20. Bu da olur 20%. İndi bizdən bu B-ni soruşurdu. O da olur 20. Deməli, uşaqlar, A-nın qiyməti olur 160, B-nin də qiyməti olur 20. Gəlin baxağın 4-cü suala. Deyir ki, qarışıqlar verib etil spirtusu və bitki yağı su, deyir ayrılma üsulu X və Y müəyyən. Etil spirtusu N-cisli qarışıqdır. Hər iki maye halda olan deməli maddələri ayırmaq üçün distillədən istifadə edirik. Deməli, X distillədir. Yazırsınız distillə. Y-də bitki yağı suca bu müxtəlif cinsli qarışıqdan ayrılması üsulu olan ayrıcı qıf deyə bilərsiniz və yaxud durultma. Ayrıcı qıf. Və indi gəlin 5-ci suala baxaq. Uşaqlar, gəlin indi baxaq növbətinci suala. Deyir, X-Y birləşməsində X-in kütlə nisbətinin Y-in kütlə nisbəti 3-ün 4 nisbəti kimidir. Eyni kütlədə götürülmüş X və Y-in reaksiyasından sonra bu maddələrdən biri 5 qram artıq qalarsa aşağıdakiləri hesablayın. Deməli, X-in üzərinə Y gəlib, alıb X, Y. Deyir, X-in kütləsinin nisbəti, Y-in kütləsinin nisbəti deyir ki, 3-ün 4 nisbətindədir. Baxın, mən onu da belə yaza bilərəm də 3A, 4A şəklində. Və deyir, eyni kütlədə. Eyni kütlədə, baxın, buna əvvəldə işlədiyimiz testlər var idi. Bunlar da eyni məntiqdədir. Eyni kütlə uşaqlar, mən hər ikisini 3-aya getirərəm ya 4-aya getirərəm. Təbii ki, 4-a, çünki böyük olanı getirmək lazımdır. Hər ikisini 4A-ya gətirsəm, hansı tam reaksiya daxil olar, hansı da ki artıq qalar. Təbii ki, bu Y tam reaksiya daxil olur. Elə bil ki, başlansa 4A var idi. Onun 4A-sını xərcləmirsən, heç nə artıq qalmayıb. Amma X üçün artıq qalma söhbəti var. Çünki 4A başlanğıcı götürmüsən, onun 3A-sı xərclənib, nə qədər artıq qalır? 1A, deməli deyirsən ki, 1A qram X artıq qalır. Düzdürmü? 1A qram X artıq qalır. İndi bizə nə deyir? Deyir ki, X və Y reaksiyasında maddələrdən birindən 5 qram artıq qalır. Bəli, X-dan indir 5 qram. Onda 1A bərabərdir 5. Bunu bildim. İndi mənə deyir, aşağıdakilərdən hesablayın. Neçə qram X, Y qalınır? Uşaqlar, X dedik 3A-dır, Y dedik 4A-dır. A-nın qiymətini bildik ki 5-dir. Deməli, 15 qram X, 5 vurulsun 4, 20 qram da Y-sə, ümumi 35 qram. Deməli, X, Y qalınır. Birinci sualın cavabı oldu 35 qram. İkinci sualda deyir, neçə qram X reaksiya daxil olur? O da 15 qram X reaksiya daxil olur. Deməli, birinci sualda 35, ikinci sualda 15. Gəlin uşaqlar, indi baxağın 6-cı sualı. Deyir, M qram kükürt və 64 qram SO2-dən ibarət qarışıq. Deməli, kükürt var, bir də SO2-dən ibarət bir qarışıqdır. İndi bunu bir dənə belə yazım ki, kükürt və SO2-dən ibarət bir qarışıqdır. Deyir, M qram kükürt və 64 qram SO2-dən ibarət qarışığın yandırılmasından. Deməli, uşaqlar, kükürt yanır. Oksigində əmələ gətirir SO2, SO2 də oksigində yanır, əmələ gətirir SO3. Buraya yazıram 2, bir də buraya yazıram 2. Mən demişəm ki, şərtdə verilənlər həmişə bizdə harada yazılır? Yuxarıda. İndi M qram kükürt deyir, onda kükürdün yuxarı hissəsini yazıram M qram. SO2 də deyir 64 qramdır, burada yazıram 64 qram. Deyir, ibarət qarışığın yandırılmasından sonra qabda 320 qram SO2 olur. Baxın, bir qabda, reaksiyadan sonra qabda 320 qram SO2 nə deməkdir? Deməli, bir reaksiya məhsulunun SO2 kütləsini deyir, nəzərdə tutur. Bir də ki, baxın, bu SO2-dən, buradakı SO2-dən artıq qalanı nəzərdə tutur. Çünki yenə deyirəm, bizə 2 dənə başlanğıc maddə verirsə, bu həmişə belədir. Onun biri tam reaksiya daxil olur, biri isə artıq qalır. İndi, deməli, nə edirik? Birinci gəlin bu SO2-nin qiymətini hesablayaq. Buraya yazıram 32 qram. Buraya yazıram 1x, burada yazıram ki 64. X-in qiymətini gəlin tapaq. 64m bölünsün 32. Neçə eləyəcək? 2m. Düzdürmü? Deməli 2m SO2 alınıb da. 2m SO2-dir. 2m SO2 ilə deməli 64 qram uşaqlar SO2 64 qram SO2
Deməli, axı deyir 64 qram SO2-dən ibarət qarışıq. Ümumi 320 qramdır. Yazıram ki, 2m üstə gəlsin 64 bərabərdir 320. 2m bərabərdir 320-dən 64 çıxıram olur 256. M də olur 128. Deməli, birinci bizə deyir ki, reaksiyan tənliyi yazın. Reaksiyan tənliyi belə yazılsa birincisində kükürt üstə gəlsin oksigen alınır SO2. Bu sizin birinci reaksiyan tənliyi. Cavab belədir. İkinci sualı deyir, ilkin qarşıda kükürdün kütlə payı. İlkin qarşıq bax budur bizdə. Burada kükürdün kütlə payı nə qədər verib? M qram. M-i neçə tapdıq? 120. 128. Deməli, ikinci sualın cavabı olur 128. Üçüncü sualda da deyir ki, reaksiya sərf olunan oksigenin həcmi. M-in qiymətini bildim də 128-dir. Yazıram 128 qram, aşağısına 32 qram və oksigenin neçə litr həcmi olduğunu bilmirəm. Aşağısına da yazıram oksigen əmsalı 1-də deyil, 1 vurulsun 23,4 elə 23,4 eləyəcək. Buradan da x-in qiymətini 89,6 litr tapıram ki, bu da məndə oldu 3-cü qiymət. Və birincinin cavabı kükürt deyəsin oksigen SO2, ikincisi də 128, üçüncüdə də 89,6 olacaq. Uşaqlar, bunu sualı biraz çətin ola bilər, ona görə gəlin mən bu sualı bir də yenidən izah verim. Çox belə sadə dildə ki, başa düşməyənlər yenidən izahını başa düşsün. Baxın, deyir ki, M qram kükürt və 64 qram SO2-dən ibarət bir qarışıqdır, düzdürmü? Bax, ən sadə dildə deyirəm. Düşünün ki, bax, bu qabdır. Bu qabın tərkibində kükürt də var, SO2 də var. Kükürdün miqdarı deyir M qramdır, SO2-nin də miqdarı deyir ki, 64 qramdır. Tamam mı? Deyir, bu qarışıq yandırılır. Biz bilirik ki, kükürt də yanır. Kükürdün də üzərinə oksigen gələndə SO2 olur. SO2-nin üzərinə oksigen gələndə SO3 olur. Yəni, ikisi də yanır. Kükürt də yana bilir, SO2 də yana bilir. Amma bizdə şərtdə nə deyir? Deyir ki, yandırılmasından sonra qabda 320 qram SO2 olur. Yəni, yananda, sizdə deyir, qabda... uşaqlar. Yəni, bizim qabda, bax, birinci qabda kükürt də var, SO2 də var. Bu ikisi də yanma qabiliyyətinə malikdir. Kükürt yanır, olur, kükürt SO2. SO2 də yanır, olur, SO3. İndi, baxın, mən şərtin davamını oxuyuram. Deyir, qarışıq yandırıldıqda qabda 320 qram deyir, SO2 olur. Baxın, qabda deyir, təkcə 320 qram nə olur? SO2. Deməli, SO3 alınan bu reaksiya var, bu reaksiya bizə lazım deyil. Bizim işimiz bundandır. Çünki SO2 alınan reaksiya bu bizim bu birinci reaksiyadır. İndi, baxın, nə deyir bizə? Deyir, reaksiya tənliyin yazın. Birinci reaksiyanın tənliyin yazaq. Kükürt üstə gəlsin oksigen SO2. Bax, bizim bu oldu. Birinci sualın cavabı belədir. İndi bunun yer tutmasını deyə silirəm. Yəni, bu bizim birinci sualın cavabı belə idi. Reaksiyanın tənliyin yazdım. İndi ikinci sualda nə deyir? Deyir, ilkin qarışıqda kükürdün kütləsini qramda. Bax, ilkin qarışıqda kükürdün kütləsini bilmirəm. M verir. Deyir, indi bu M-i tap. Uşaqlar, bu M-i necə tapacam? Baxın, mənə deyir ki, reaksiyadan sonra 320 qram SO2 alınır da. Baxın, mən bu M-in yazdım yuxarı hissəsini. Aşağı hissəsini nə yazacağım? Biz bilirik ki, aşağı hissəsinə qram yazırıq. Kükürdün qramı nə qədər verib? 32. Tənasüblə qururam da. İndi 320 qram SO2 deyir, qabda var da. Yəni, burada yenə deyirəm, bu reaksiyanı deməli aparmadıq. Bu reaksiya getmədi. Bu reaksiyada elə bir SO2-ni yandırmadı. Siz sadəcə kükürdü yandırmışsınız. Əgər ki, mənə qabda SO3 sözündə desəydi, onda nəzərə alardım bu reaksiyanı. İndi bu 320 qram SO2-də əvvəldən məndə 64 qram SO2 olduğunu əvvəldən mənə deyirdi. Düzdürmü? Bəs indi mən sual verirəm. 320 qramla 64 qram əgər məndə başlanğıcda SO2-nin miqdarı veribsə, bəs bu SO2-nin miqdarı alınan məhsulun SO2 miqdarı neçə olacaq? 320-dən çıxırsınız 64-dür. Deməli, bu alınan məhsul olur 256. Deməli, məndə yeni məhsul ki, alınıb SO2. Onun kütləsi nə qədərdir? 256 qramdır. Yazıram bura 256. Aşağısına nə yazacağım uşaqlar? SO2-nin. MR-in yazmalıyam. MR SO2-dəki 64-dür. Bunu bilirsiniz. İndi M-in qiymətini hesablayacaqsınız. 32 vurulsun 256 bölünsün 64. Bu da ixtisarlar gedir, olur 128. Deməli, ikinci sualın da cavabı olur neçə? 128. İndi bir də baxaq üçüncü sualda. Üçüncü sualda deyir ki, reaksiya sərf olunan oksigenin həcmi. Oksigenin həcmi birinci reaksiyada apardıqda reaksiya tənliyimiz necə idi? Kükürt də gəlməsin oksigen aldı SO2. Burada dedi ki, indi M-in qiyməti 128 deyir. Aşağısına yazacaqsınız kükürdün ayır 32. Burada oksigenin həcmi x litr. Burada yazacaqsınız 22,4 litr. Və x-in də qiymətini tapacaqsınız ki, 89,6-dır. Bu da üçüncünün cavabı. Gəlin indi baxaq uşaqlar 7-ci suala. 7-ci sualda deyir ki, ekvivalentli metalın xlorid turşusu ilə reaksiyasının tənliyini yazın və əmsallaşdırın. Və bu birinci sualın cavabıdır. İkinci sualda isə metalın nisbi atom kütləsini müəyyən edin. Deməli uşaqlar,
Gəlin birinci sualın elə burada cavabını yazım. 2 valent deyir metalın xlorid dişli. Uşaqlar metal. Gəlin hətta fərqli bir rənglə yazım ki. Gəlin burada da yaza bilərəm. Elə buradan yazım. 2 valentli metalın xlorid dişli reaksiyasında metal üzərinə H xlor gəldikdə alınır metal xlor 2 və üzərinə gəlsin H2. Niyə xlor 2 ayırmalıyım? Çünki deyir 2 valentli metal ona görə. Və əmsallaşdırıram, buraya yazdım. Bir dənə 2, hidrogen də qazdır. Ox çəkirəm yuxarı. Çünki qazlar bilirsiniz ki, oxu yuxarı olur. Bu birinci sual asan idi. İndi deyir metalın nisbi atom kütləsi. Uşaqlar, baxın bu göstərir bu metaldır. Metalın H xlorla qarşılıqlı təsirindən hidrogen qazı ayrılıb. O hidrogen qazı da xlorun tərkibində, bax xlor olan bir boruya daxil olur. Yəni hidrogen də xlorla reaksiyasını bizdə nəzərdə tutur. İndi bizə də metalın baxın kütləsini yuxarıda verir ki 32 qramdır. İlk öncə baxın. Mən dedim ki metal H xlorla reaksiya daxil olub nə əmələ gətirdi? Hidrogen qazını uçurdu. Hidrogen qaz şəklində ayrıldı. Bu hidrogen də baxın gəldi nə ilə birləşdi? Xlor 2 ilə birləşir. Deməli H2-nin üzərinə gəlirəm xlor 2 alınır nə? 2 mol H xlor. İndi mən deyirəm ki 1 mol xlor 2-nin kütləsi nə qədərdir uşaqlar? 1 mol xlor 2-nin kütləsi 71 qramdır. Çünki ayrı xlor 35,5-dir. 12-yə vuranda deyir 71 qram. Məndə amma burada nə qədər yazıb xlorun kütləsini? Baxın 56,8 qram verib. Deyirəm bəs yaxşı bu 56,8 qram bəs neçə mol olacaq? Əgər 1 mol xlor 2-nin kütləsi 71 qramdırsa, onda 56,8 qramda x moldur. Buradan x-i tapıram ki 0,8 mol xlor 2-dir. Mən də görürəm ki H2 xlor 2-nə reaksiya daxil olanda 1-in 1 nisbətində daxil olur. Yəni 0,8 mol, necə ki 1 mol yəni xlor reaksiya daxil olanda 1 mol hidrogenlə reaksiya daxil olur. Eyni şəkildə 0,8 mol xlor 2 reaksiya daxil olması üçün də 0,8 mol hidrogenin miqdarı olması lazımdır. Çünki yenə deyirəm 1-in 1 nisbətindədir. İndi mən bildim ki 0,8 nədir bizdə? Eyni zamanda hidrogenin də moludur. Yazıram bura 0,8 mol həm də hidrogenindir. 0,8 mol hidrogen dedim həm də qiymətidir də. Baxın uşaqlar, gəlib indi mən burada metalın kütləsini bilməliyim. Baxın, hətta istəyirsiniz yenidən reaksiyanı yazım. Yazıram ki, metal üzərinə gəlinsin H xlor, 2 mol H xlor alınır. Metal xlor 2 və üzərinə gəlsin hidrogen qazı. İndi 0,8 mol hidrogeni baxın, gəlirəm yazıram burada yuxarıda 0,8 mol yazıram. Bu 0,8 mol hidrogendən uşaqlar bizdə metalın qiymətini tapmalıyıq. Metalın molunu tapmalıyıq. Yazıram bilmirəm x. Görürəm ki 1 mol hidrogen reaksiya daxilində 1 mol metal alındığı kimi 0,8 mol əgər hidrogen reaksiya daxil olsa 0,8 molda deməli metalın mol sayı olacaq. Deməli bizdə metalın molu nüsü neçə oldu? 0,8. Mən də düsturu bilirəm ki nü bərabərdir kiçik m bölünsün böyük m. İstəyirsiniz düsturla həll edərsiniz, istəyirsiniz tənasüblə düsturla həll etmək mümkündür. Nü'nün qiyməti metal üçün tapdım 0,8'dir. 0,8 bərabərdir. Kiçik m bizə verilən metalın kütləsidir 32 qramdır. 32-ni böləcəksiniz metalın nisbi atom kütləsi, yəni böyük m-ə. Oradan da m-in qiyməti neçə olacaq uşaqlar? Olacaq 40. Deməli doğru cavabımız olur 40. Deməli yenə özətləyirəm. Birinci məndən reaksiya tənliyi soruşurdu. Yazdım metal üstə gəlsin H xlor, alınır metal xlor 2 və üstə gəlsin hidrogen qazı. Sonra əmsallaşdırdım. Bir dənə hidrogen xlorun əvvəlini 2 yazdım. Bu asan idi. Sonra ikincidə metalın nisbi atom kütləsini soruşur. Mən görürəm ki, metalla H xlorun qarşılıqlı təsirindən ayrılan bu hidrogen qazı şəklə fikir verirəm. Gəlir bax xloru 2 tərkibli olan bir kolbanın içərisinə. Deməli hidrogenlə xlorun mən qarşılıqlı təsirindən 2 mol H xlor alındığında yazıram. Və görürəm ki, hidrogenlə xlor 2 1-in 1 nisbətində birləşib. Yəni 1 mol xlor 2-nin kütləsini mən indi özüm düşünürəm. 71 qramdırsa, şərtdə mənə verib ki, 56,8 qram. Deyirəm, bəs yaxşı. 56,8 qram xlor 2 neçə mol olar? Deyərəm x mol. Buradan x-i tapdım ki, 0,8 mol xlor 2-dir. Və yenə deyirəm, bu hidrogenlə xlor 2 1-in 1 nisbətindədir. Əgər ki 0,8 mol xlor 2-dirsə, deməli 0,8 mol da hidrogendir. Hidrogenin mol miqdarıdır. Və gəlirəm o birinci tənlikdə yazıram yerinə 0,8 mol hidrogen. Görürəm ki 1 mol hidrogen, 1 mol metal. Yəni 1-in 1 nisbətindədir. Onda 0,8 mol hidrogen, 0,8 mol metal deməkdir. İndi deyirəm ki metalın deməli molu neçə oldu? 0,8. Yazıram ki, nü bilirsiniz ki, moldur. Bilməyənlər varsa uşaqlar, nüdür bu. Nü moldur. İndi biz öyrənəcəyik onu. Bu düsturu hələ ki bilməyənlər ola bilər. Ona görə deyirəm, tənasüblə də həll etmək mümkündür.
Bunu inşallah Avogadro bölməsində keçəcəyik. Nyu metal bərabərdir 0,8. İndi nyu bərabərdir kiçik m bölünsün böyük m. Baxın, mənə metalın kütləsini verib, kiçik m, yəni 32 yazacaqsınız. 0,8 bərabərdir 32 bölünsün böyük m. Oradan da böyük m-in qiymətin 40 tapırsınız. Gəlin baxalım 8-ci suala. Maddə verib, deyir ki, CnHmO3. Deyir ki, burada oksigenin kütləsinin hidrogenin kütləsinə nisbəti 8-dir. Oksigenin kütləsi uşaqların içədir 16 vur 3 48. Böləcəksiniz hidrogenin kütləsi m-ə bərabər eləyəcəksiniz 8. Onda m-in qiyməti neçə oldu? 6. Bunu bir qıraqda yazdıq. Sonra deyir ki, karbonun kütləsinin hidrogenin kütləsi nisbəti isə o da 6-dır deyir. Deməli, karbonun kütləsi 12n-i böləcəksiniz hidrogenin kütləsinə m-ə bərabərdir deyir 6-ya. Onda yazıram 12n, m-in qiymətini tapdım ki 6-dır da, böldüm 6-ya bərabər edir 6. 12n bərabərdir 36, n-in qiyməti neçə eləyəcək uşaqlar? 3. Deməli, m-in 6, n-in isə 3 qiymətini tapdıq. Bizdən elə n-i soruşurdu. Sadə bir məsələdir. m6, n-dəki 3-dür. Gəlin baxağın 9-cu suala. 9-cu sualda deyir ki, duzlar verib XSO4 və YSO3. Kükürdün kütlə payı hər ikisində eynidir. Oksigenin kütlə payı isə fərqlidir. Uşaqlar, XSO4 üçün gəlin tapaq kükürdün kütlə payı. Omega kükürd bərabər olacaq 32 bölünsün. X da gəlin 32 üzərinə gəlin 64 bərabərdir n bölünsün 100 şəklində olmuş olacaq. XSO4 üçün. Buna 1 yazaq, buna da 2 yazaq. Bu birinci olsun. İkinci üçün isə omega kükürd bərabər olacaq 32 bölünsün. Y üzərinə gəlin 32 üzərinə gəlin 48. O da bərabər olacaq n bölünsün 100 şəklində. İndi bunu belə yazmaq olar. İndi bir də ikinci halda oksigen üçün yazaq. Birincidə də yazaq ki, omega oksigen bərabərdir. Deyir, oksigen kütləsi A-dır. 64-ü böləcəksiniz. X da gəlin 32 üzərinə gəlin 64 bərabər edəcəksiniz. A bölünsün 100. İkinci üçün də yazarsınız omega oksigen bərabərdir. Deməli, oksigen soruşur da bizdən. 48. 48 bölünsün Y. Y üzərinə gəlin 32 üzərinə gəlin 48. O da bərabərdir. Deməli, B bölünsün 100 kimi olacaq. İndi əsas məsələ nədir burada? Uşaqlar, baxın, bunların hər ikisi eynidir. 32-lər eynidir. Onda bunlar da bir-birlərinə eyni olmuş olacaq. Yəni, x üstə gəlsin 32 üstə gəlsin 64 bərabərdir. Y üstə gəlsin 32 üstə gəlsin 48. Belə bir x üstə gəlsin 96-dır. Bu da y üstə gəlsin 80-dir. Onda bunun qiyməti necə olacaq? Belə yazırsınız da, x üstə gəlsin 96 çıxılsın y çıxılsın 80 bərabərdir 0-a. Və yazacaqsınız ki, x çıxılsın y bərabər olacaq neçəyə uşaqlar? 16-ya. Deməli, x ilə y-in fərqi olur 16. İndi bunu bildik. Gəlin, indi bizə nə deyir? Deyir ki, ayır y çıxılsın, ayır x fərqini tapın. Bu da ki, burada uşaqlar x çıxılsın y bərabərdir 16. Yəni, bu mənfi 16 daha doğrusu. Mənfi 16, mənfi. Bir dəqiqə, bu nəsə? X çıxılsın y bərabər, bu mənfidir uşaqlar. Mənfi 16, onda y çıxılsın x bərabər olacaq 16. Bizdən ayır y çıxılsın, ayır x fərqini soruşurdu. Deməli, birinci sualın doğru cavabı oldu 16. İndi ikinci sualda nə deyir? İkinci sualda deyir ki, B bölünsün A nisbətini tapın. Burada deməli, A-nın qiyməti nəyə bərabər olacaq? 64 vurulsun 100, yəni 6400 bölünsün, x da gəlsin 96-dır. B-nin də qiyməti uşaqlar, deməli 4800 bölünsün, y üzərinə gəlsin 80-dir. İndi A-nı B-yə böləndə tərsinə vura bilirik də biz. Bu 4800 məxrəcdə olacaq, y üstə gəlsin 80-dəki yuxarıda olacaq. İndi mənə deyir ki, y çıxılsın x bərabərdir 16. Yəni, y bərabər olacaq 16 üstə gəlsin x. Onda burada y-in yerinə mən 16 üstə gəlsin x yazsam, bu 96 üstə gəlsin x olacaq da, bunlarla bu ixtisar gedəcək. Onda A bölünsün B üçün yazacağım ki, 6400 bölünsün 4800. Baxın, burada bir fərqli rəhlə yazım ki, çaşdırıcı olmasın. 6400 bölünsün 4800. Burada sıfırlar gedir, ixtisar gedir. Deməli, 8 ixtisar getsə, bu olacaq 8, bu olacaq 6. Deməli, 2 ixtisar getsə 4-ün 3 nisbətində. O da olacaq 0-dan %75. Deməli, birinci sualın cavabı olur 16. İkinci sual olur 0-dan %75. Yenidən izah vermək əgər lazım olsa bu sualı yorumlara qeyd edin. Biraz qarışıq yazmış ola bilərəm. Yenə deyirəm, nəyə başa düşməsəz burada deyin, WhatsApp-a atın. Gəlin baxağın 10-cu suala. Deyir ki, 2 mol sink S üzərinə gəlsin 3 mol oksigen alınır. Deməli, 2 mol sink oksid və 2 moldakı SO2.
İndi deyir, reaksiyada daxil olan sinkesin kütləsini verib x, reaksiyadan alınan sink oksidin kütləsi də verib x minus 6,4. Və bizdən reaksiyadan alınan SO2-nin həcmini litrindən soruşur. Uşaqlar, sink S-dən sink oksidə nə qədər azalma görürsünüz? 6,4 qram azalma görürsünüz, düzdür? Bəs yaxşı, indi bu ikilər eynidir də, bunu hesablama təzdən yenə ehtiyac yoxdur. Yəni, ixtisar aparmaq mümkündür. Sink S-in kütləsi nə qədərdir? 65-in üzərinə 32 gələndə eləyir 97, düzdürmü? Sink oksidin kütləsi nə qədərdir? 65-in üzərinə 16 gəlirsiniz, olur 81. İndi 97-dən 81-ə düşüb nə qədər azalma görürsünüz? 16 qram azalma. 16 qram azalma olanda bizdən SO2-nin həcmini soruşur. Neçə litr SO2 alırsınız? 2 litr. 2 litr deyirəm, 2 mol SO2 deyil. 2 mol SO2-də 2 vurulsun 22,4 litr, yəni 44,8 litr SO2 alınır, düzdürmü? Fikrim çatır sizə. Baxın, şərtdə mənə deyir ki, reaksiya daxil olan sink S-in kütləsi x verib, düzdürmü? Reaksiyadan alınan sink oksidinin kütləsini verib x minus 6,4. X-dən düşüb x minus 6,4-ə, yəni 6,4 qram görürəm ki, azalma var da. İndi deyirəm ki, 2 mol sink S-in kütləsi, bu ikilər ilə bir də yenidən vursanız, onsuz yenə eyni şeydir. Yəni, bu 2 vur 97, bu da 2 vur 81 olsun. Nə fərqi var ki, yenə qiymət çıxanda 16 qram eləyəcək. 16 qram azalmada 2 mol SO2 alınır. Yəni 2 mol SO2 2 vurulsun 22,4 litr. Yəni 44,8 litr SO2 alınır. Bəs yaxşı, 6,4 qram azalmada SO2-nin həcmi nə qədər olar? Yazıram Y. 6,4 qram, bu qramdır. Buradan indi mən Y hesablayacağım. Deməli 6,4 vurulsun 44,8 bölünsün 16 olmuş olacaq. Uşaqlar, burada bir şeyə fikir verməmişəm. Mən bu ikiləri silmişəmsə, yəni hər tərəfi 2-yə bölmüşəm deməkdir də. Onda bu 2 mol SO2 də 2-yə bölünməlidir də. Elə bir ki, mən 2 vursun 97-ni bir də hesablamadım da. Bunu 97, bunu da 81 dedim axı mən. Yəni hər tərəfi 2-yə ixtisar elədim. Bunu unutdum. Bunu nəzərdən qaçırdım. Bir də təzədən yazıram. Ya da təzədən yazmayayım. Mən burada bir dənə 2-ni nəzərə almışam. Burada 2-ni ixtisar apardım. Burada da 2-ni ixtisar apardım ki, biri var, mən yəni bunu asan yolla izah eləmək istədim. Biri var 2 vursun 97 hesablayım. 2 vursun 81 hesablayım. Sonra çıxım aralarındakı fərqi hesablayım. Bir də dedim ki, əvvəldəki bu ikiləri ixtisar getsin. Bu konkret 97-dir. Bu da 81-dir. 97-dən 81 çıxanda daha rahat olur. 16 qram azalma olur. Amma mən əgər bu ikiləri ixtisar aparmışamsa, bu da ixtisar gedir də. Bunu da görmək lazım deyil. Bunun diqqətimdən yayındırdım. Onda bu olur 1 mol SO2. Yəni 16 qram azalmada 44,8 litr yox, 22,4 litr. 22,4 litr SO2 alınır. Bəs yaxşı, şərtdə mənə deyir 6,4 qram azalma. 6,4 qram azalmada da yazıram Y. Və burada, bu necə siləcəm? 22,4 litr. Bura 6,4-ü vuracam 22,4-ə, uşaqlar böləcəm 16-ya. Bu da eləyəcək 8,96 litr. Y oldu 8,96 litr. Bizə birdən nəyi soruşur? Deməli, X-i soruşur. X nədir? X-dəki reaksiya daxil olan sink S-in kütləsi. İndi yenə, baxın, bu da eyni şəkildə. İstəyirsiniz, qobunu silim. Baxın, gəlin, mən içimdə qaranlıq qalmasın. Onu diqqətdən yayındırdım. Baxın, 2 mol sink S-in üzərinə 3 mol oksid gələndə alınır 2 mol sink oksid və 2 moldakı SO2, düzdürmü? Baxın, mən bu ikiləri əgər ixtisar aparıramsa, bu 3 ilə 2 də ixtisar gedir. Elə bir bu 1 mol sink S, 1,5 mol oksigen, 1 mol sink oksid, 1 mol da SO2-dir. Mən bunu belə eləyirəm ki, daha rahat hesablayayım. Baxın, X-dən düşüb X çıxılsın 6,4-ə. Nə qədər azalma görürsünüz? 6,4 qram azalma görürsünüz. 6,4 qram azalmada bilmirsiniz SO2-nin həcmi nə qədərdir. Yazırsınız Y litr SO2. Bəs sink S-in kütləsini hesabladıq ki, 97-dir. Sink oksidin kütləsi hesabladıq ki, 81-dir. 97-dən 81 çıxanda eləyir 16 qram azalma. 16 qram azalmada isə 1 mol SO2, yəni 22,4 litr SO2 alınır. Onda buradan Y-in qiymətini tapdıq neçədir? 8,96. Y-ə ümidvaram ki, başa düşdük. İndi X da bununla eyni kimidir. İndi X-i necə hesablayacağıq? Bir dənə ağ səhifəni açım. İndi uşaqlar, X üçün də eyni şəkildə. İndi bizdə X-də də sink S-in kütləsini soruşur da. Yenə baxın, 16 qram deyirik ki, azalmada. Bir də reaksiyanı yazın mı? Baxın, bayaqlar dedimdə sizə 2 mol sink S üzərinə gəlsin 3 mol oksigen. Alınır 2 mol sink oksid və 2 moldakı SO2. İndi bayaqlar dedim ki 16 qram. Bunda bura gəldi 16 qram azalma oldu. 16 qram azalmada nə qədər sink S alınır? 97 qram. Yenə deyirəm, bu ikiləri elə bir ki, hər tərəfi 2-yə bölmüşəm. Bu olur onda 1. 97 qram sink S kütləsi olur, düzdürmü?
Bəs indi şərtdə x-dən düşüb x çıxılsın 6,4-ə. Yəni 6,4 qram azalmada bəs nə qədər sink S olacaq kütləsi? İndi onu hesablayaq. O da eləyəcək, deməli 97 vurulsun 6,4 bölünsün 16. O da eləyəcək 38,8 qram. Bu da oldu deməli x-in kütləsi. Deməli y-in kütləsi, y-in həcmi daha doğrusu 8,96-dır. X-in kütləsi isə 38,8-dir. Gəlin indi baxaq. 11-ci suala. Maddələr verib. Deyir ki, XO2 və XO3 maddəsi verib. Deyir, indi oksigenin kütlə payı bunun üçün deyir ki, omega oksigen deməli 50%dir və bizə deyir ki, ikincidə isə omega oksigen A-dır və bizdən ayır X-i soruşur ki, o da B-dir. Uşaqlar, XO2 üçün gəlin omega oksigenin kütlə payını hesablayaq. Onda buranı da ağ səhifəyalım ki, yerimiz çox olsun. Baxın, birinci üçün omega oksigen hesablayaq. Omega oksigen bərabər olmuş olacaq. 16 vurulsun 2, yəni 32-ni böləcəksiniz. Ümumi eməri x də gəlsin 32 bərabərdir 50 bölünsün 100 şəklində yazıram. Burada ixtisarlar gedir. Burada olur 2-də 1 şəklində. X də gəlsin 32 bərabərdir. 32-ni 2-yə vuranda eləyir 64. Buradan x-in qiymətini 32 tapırıq. Deməli, x-imizin qiyməti oldu 32. Düzdürmü? İndi bizə nə deyir? Deyir ki, nə deyir bizə? Deyir, indi XO3-də oksigenin kütlə payı A-nı hesabla. Gəlin hesablayaq da. Omega oksigen, baxın XO3-ünü hesablayıram. 16 vurulsun 3, 48-i böləcəm. 32 ilə 48-in cəmi 80 vurulsun 100%. O da eləyəcək, deməli, 60%. Deməli, uşaqlar, A-nın qiyməti 60, B də deməli, ayır X-in qiymətini soruşur. Onu da hesabladıq da 32. A 60, B də 32. Gəlin baxaq 12-ci suala. Maddələr verib. Deyir, X2O3 maddəsinin kütləsi M-dir. YSO4 maddəsinin kütləsi də M-dir. Deməli, onda belə yazağında 2x də gəlsin 48, deyir, bərabərdir M-ə. Deyir, y də gəlsin 32, üzərinə gəlsin 6 vurulsun, 6 nə deyir? 16 vurulsun 4. O da neçə eləyəcək? 64. O da 64. Deməli, 64, o da bərabərdir M. İndi bunlar əgər eynidirsə, onda bunlar da eyni olmuş olacaq. Yazırıq ki, 2x də gəlsin 48, bərabərdir y də gəlsin 96. Buradan da yazırıq ki, 2x də gəlsin 48, çıxılsın y, çıxılsın 96, bərabərdir 0-a. 2x çıxılsın y, deməli, çıxılsın 48, bərabərdir 0-a. 2x çıxılsın y də bərabərdir nəyə? 48-ə. İndi bizə nə deyir? Deyir ki, X2O3-də omega oksigenin kütlə payı 30-dur. Yazıram ki, omega oksigen bərabərdir. Bir dənə oksigen ayrı 16-dır. 16-nı çevirdiniz 48 bölünsün. 2x də gəlsin 48 bərabərdir 30 bölünsün 100 şəklində. Düzdür? Və indi bizdən nəyi soruşur? Bizdən 1 soruşur, x elementin nisbi atom kütləsini soruşur. X elementin nisbi atom kütləsi. Aha. Bir də nəyi soruşur? Bir də A-nın qiymətini soruşur. Yəni, YSO4-də oksigenin kütlə payını soruşur. Yəni, gəlin bu hesablamadan eləyək. 2x də gəlsin 48 bərabərdir. 48-i 100-ə vurub 30-a bölsə neçə eləyəcək? 160. Deməli, 2x bərabərdir. 160-dan 48-in çıxırsınız. Eləyir 112. X də olacaq 56. X-in 56 qiymətini tapdıq. X 56-dır. Onda gəlib burada mən y-in qiymətini tapa bilərəm. Tapa bilərəm. Deməli, bizim x elementin nisbi atom kütləsini soruşurdu. Birinci sualın cavabı olur 56. İndi 2 vurulsun 56. 112-dən çıxırsınız y-i bərabər eləyir 48. Onda bu y-in qiyməti neçə eləyəcək? 112-dən 48-in çıxın. Deməli, 112-dən 48 çıxanda eləyir 64. Y üçün də oldu 64. İndi bizdən bir x-in nisbi atom kütləsini soruşur. İkincidə də A-nı hesablamamızı soruşur. A nədir? YSO4 maddəsində oksigenin kütlə payıdır. Yazıram onda, baxın, burada yazıram. Hətta fərqli bir rənglə yazım. Omega oksigen bərabər olmuş olacaq. 4 vurulsun 16. 64-ü böləcəksiniz. 64 üzərinə gəlsin. Deməli, küçürdün ayeri 32 və üzərinə gəlsin 4 mol oksigen, o da 64-dür. Yəni, 64-ü böləcəksiniz 160-a, vuracaqsınız 100%-ə. O da neçə eləyəcək uşaqlar? 40%. O da 40%. Deməli, ikinci sualın cavabı neçə olur? Uşaqlar 40%. Yəni, A-nın qiyməti olur 40. Gəlin baxağın, indi 13-cü sualı. 1 mol üzüm maddənin tam yanması zamanı sərf olunan oksigen
və reaksiya məhsullarının mol sayının zamandan asılı olaraq dəyişmə qrafikinə əsasən üzvü maddənin molekulunda atomların ümumi sayını və karbonun kütlə payını faizlə müəyyən edin. Deyir 1 mol üzvü maddədir. Bilmirəm hansı üzvü maddədir. Deyir bir X maddəsidir üzvü maddəmiz. Bu yananda karbon qaz əmələ gətirir və su əmələ gətirir. Deyir indi baxın, şərtdə görürəm. Şərtdə görürəm ki, nə qədər karbon qazı əmələ gətirib? 3 mol. 3 mol karbon qazı, bəs nə qədər su əmələ gətirib? 4 moldakı su əmələ gətirib. Bəs nə qədər oksigen reaksiyaya daxil olub? 4,5-dən düşüb zaman oxuna 0-a. Yəni 4,5-də oksigen reaksiyaya daxil olub. İndi uşaqlar, burada nə qədər karbon atomu görürsünüz? 3 dənə karbon atomu görürsünüz. Bu 1 mol X maddəsinin tərkibində də karbon elementi olacaq. Çünki karbohidrogen də üzvü maddədir. Hidrogen elementi olacaq. İndi bəzilərdən dəyişir. Məsələn, spirtdirsə və yaxud da başqa indi formalar varsa, oksigen atomu da ola bilər. İndi mən hələ birinci karbondan işim. Baxın, mən sağ tərəfdə görürəm ki, 3 dənə karbon atomu var. Sol tərəfdə də 3 dənə karbon atomu olması lazımdır. Onda X-də karbonun sayı 3 olar? Olar. Hidrogen 4 vurulsun 2, 8-dir. Sağ tərəfdə. Sol tərəfdə də hidrogenin sayı 8 olar? Olar. İndi gəl baxaq oksigenlərə. 3 vurulsun 2, 6 oksigen. Bu da 4 vurulsun 1, 4 oksigen. Ümumidə nə qədər oksigen var burada? 10 dənə oksigen atomu var. İndi bəs sağ tərəfdə 10 oksigen atomu var. Sol tərəfdə də 10 oksigen atomu olması lazımdır. 4,5-i 2-yə vuranda neçə eləyir? 9. Bəs bir dənə oksigen atomumuz yoxdur. O deməli, bax, bu X maddəsinin tərkibindədir. Deməli, mənim X maddəm C3H8O oldu. İndi nə deyir bizə? Deyir, üzvü maddənin molekulunda birinci sualda atomların ümumi sayı 3 dənə karbon atomu var. Görürəm 8 dənə hidrogen atomu var, bir dənə də oksigen atomu var. Deməli, ümumilikdə 12 atom sayı var. İkinci sualda nə deyir? Karbonun kütlə payı. Yazıram, omega karbon bərabərdir. Karbonun A yeri 12-ni vuracaqsınız karbonun sayını 3-ə, 36. Böləcəksiniz ümumi emirin qiyməti 36 üzərinə gələnsin. 8 hidrogen saydı, oksigendəki 16-dır. Ümumi eləyir 60. 36-nı böləcəksiniz 60-a, vuracaqsınız 100%-ə. O da neçə eləyəcək? 36-nı vurursunuz 100-ə, bölürsünüz 60, o da eləyir 60%. Və ikinci sualda cavab olur 60. Deməli, birinci sualın neçənci sualdır bu? 13-cü sual. Birinci sualın cavabı 12, ikinci sualın cavabı eləyir 60%. Gəlin baxaq indi 14-cü suala. Maddələr verib, XS maddəsi verib və X2S maddəsi verib. Düşürdüyün kütlə payı XS-də verib A, X2S üçün də verib B. Və deyir B bölünsün A 0,6 olarsa, birinci üçün deyir ki, X elementin nisbi atom kütləsini tab, ikinci üçün də B-nin qiymətini hesablayın deyir. Deməli, gəlin birinci birləşmək üçün, bu bizim birinci birləşmədir. XS-də küçürdüyün kütlə payını tapaq. Omega küt bərabərdir. 32 bölünsün X-də gəlsin 32 bərabərdir A bölünsün 100 şəklində olmuş olacaq, düzdür? İkinci üçün də yazıram ki, omega küt bərabərdir. Deməli, omega küt bərabərdir. 32 bölünsün 2x-də gəlsin 32 bərabərdir B bölünsün 100 olacaq. İndi bizə deyir ki, B-nin qiymətini A-nın qiymətinə bölüb 0,6 edib. Burada B uşaqlar necə tapacağıq? 32.000-i böləcəksiniz. 32.000 nədir? 3200-i böləcəksiniz. 2x-də gəlsin 32. Burada da A-nın qiyməti bərabərdir. 3200-i böləcəksiniz. X-də gəlsin 32-yə. Və sizdən B bölünsün A nisbətini soruşur da. B bölünsün A bərabərdir. 3200 bölünsün 2x-də gəlsin 32-ni tərsinə vuracaqsınız. Yəni 3200 olacaq məxrəcdə. X-də gəlsin 32 olacaq sürətdə. Bu 3200-lər getdi. Bərabər edəcəksə 0,6. 0,6-nı hətta belə də yaza bilərsiniz. Daha rahat 10-6 şəklində. Və belə yazırsınız da X-də gəlsin 32 bərabərdir. Bölünsün 2x-də gəlsin 32. O da bərabərdir 10-6 şəklində. 10-6-nı da ixtisar eləsək 2-yə olacaq 5-də 3. 5x sənasını həll edin. Üstə gəlsin 32 vurulsun 560 bərabərdir 6x-də gəlsin 96. Deməli, x bərabərdir neçə eləyir? 64. İndi bizə nəyə soruşur? Deyir, X elementin nisbi atom kütləsi. Bu birinci sualın cavabı. 64. İkincisi deyir ki, B-ni müəyyən elə. B. Uşaqlar, X-in 64 qiymətini bildim. Gəlib bu yerdə qoyuram. 3200 bölünsün. 2 vurulsun 64. Yəni 32, 160. 3200 də 160-a böləndə neçə eləyəcək? Eləyəcək 3200 160-a bölürük də dəqiq. 3200 bölünsün 160. 20. Deməli, ikinci sualın doğru cavabı olacaq 20.
Hələlik uşaqlar bu qədər. Növbəti sualların izahını inşallah ki verəcəm. Allah qoysa amin. Başqa nə suallarınız varsa mənə yorumlardan və ya WhatsApp-dan yaza bilərsiniz. Hələlik sağ olun.